Müğənni Günel Ələkbərova verilişində gecə klublarında çıxış edən həmkarları ilə bağlı səmimi və cəsarətli açıqlama verib. Sferas xəbər verir ki, o bəzi müğənnilərin gecə saatlarında klub və məkanlarda ifa etməsinə qarşı yaranan tənqidlərə münasibət bildirib. Günel qeyd edib ki, gecə klublarında çıxış etmək sənətkarın keyfiyyətini aşağı salmır. Gecə klubunda oxuyan müğənnilərdən biri mənəm. Orada gecə 1-2-də xalq və əməkdar artistləri də görmüşəm. Oradakı dinləyicilər yad planetli deyil. Sənətkarlara tələbat var. Dəvət edirlər, onlar da çıxış edir. Nəyi pisdir ki, həmin məkanlarda Nisə Qasımova, Nasbəri Dostəliyeva və Təranə Musa cütlüyü çıxış edib. Mən də görmüşəm. O əlavə edib ki, gecə klubu yalnız ifa üçün məkan rolunu oynayır. Və bu tənqid olunacaq səbəb deyil. Kimin ağlında gecə klubu ilə nə travması var bilmirəm. Orada da ifa etmək üçün məkandır. Günel Ələkbərovanın bu açıqlaması sosial şəbəkədə izləyicilər arasında müzakirələrə səbəb olub. İzləyicilər həmkarların gecə klublarında çıxış etməsinə müxtəlif yanaşıblar.